Mənim keyfim yaxşı olsa yəqin ki, sevgilimin də keyfi yaxşı olar da. Elə deyilmi? O da pensioner. İmkan da yox, acından qırılırıq, həqiqətən deyim də. Acından qırılmırıq şükür Allah. Prosto əldə yox, ovucuda yox, belədir vəziyyət. Vallahi onu bir Allah bilir, bir o bilir. Mənim xəbərim yoxdur. Deyirlər, sürprizim var, maraqlıdır, görüm nədir. Hələ bir həftədir fikirləşirəm, ortaqda bir şey yoxdur, görüm hələ bundan sonra nə olacaq. Sevgisini göstərmək istəyən, onun maddiyyatı, yəni adiyyatı yoxdur da. Yəni nə istəyirsə eləyə bilər məncə, mənim düşüncəmdir. Belə deyim də, maddi durumum zəif olsa da belə, yəni mən onu dəyindirib, hardansa tapıb pulu nəsə alacam ona. Əslində 50-nin 50. Bu dəqiqə hədiyyə almaya gedirəm. Amma yəni elə də böyük bir təsiri yoxdur əslində. Yəni kiçik belə hədiyyələr olsa sevgiyə heç bir təsir olmadığını düşünürəm. Vallahi bu barədə belə deyim ki, o xanımdan xanıma dəyişir. Nəyə görə? Çünki xanım var ki, onun pulu önəmli deyil. Alınasa hədiyyənin qiyməti, dəyəri önəmli deyil. Xanım da var ki, ona önəmlidir. Yəni əsl sevən üçün zaten maddiyyatın o qədər önəmi yoxdur. Yəni tək ki bunu hər kəs anlasın yəni. Anlaya bilən üçün nə xoş. Pula həvəsli olmasın. Bir çox qızlar yəni pula həvəssizlər. İstəyirlər ki, sevgililəri hər şey alsın. Amma onun yəni əksəriyyəti elə sevgi olmur da. Yəni o çox gedənməz. Yəni istəyən insan hər şeyə rəğmən istəyər. Məncə sevgi maddiyyata aidiyyatı yoxdur, yəni. Bəzən maddiyyat elə yaxşı olur ki, amma görsən ailədə olur, sevgi yoxdur. Çox təsir eləyir. Hər şey maddiyyatdır da. Yemək, içmək, evdən çıxdan hamısı puldur. Məncə maddiyyata aidiyyatı yoxdur. Vaxt, dəyər, axtarmaq, nə bilim, yaxşı pis gündə. Çox xoş məncə. Çünki yəni, maddi vəziyyətim elə də zəif deyil. Maddi vəziyyət, o baxmır da yəni sevgiyə. Maddi vəziyyətdir falandır. Sevən insan hər cürə sevir. Hər şey maddiyyatla qurulmur. Yəni ilk növbədə insan insana xoşu gəlməlidir. Maddiyyat məncə düzdür, önəmlidir, amma məncə də ikinci növbədədir o. Əsas insanın bir-birini sevməsidir. Maddi vəziyyət insanın işi olmalıdır, hardasa iş yeri olmalıdır. Gəlir evinə gətirməlidir, nə məsəl üçün yemək, çörək, ehtiyaclarını ödəməlidir. Hər bir yerdə qadınlar üçün iş var, nə bilim, kişilər üçün iş var hər yanda. Maddi vəziyyət önəmlidir də. Maddi vəziyyət önəmlidir. Nəyə görə? Çünki sevgidə maddi vəziyyət yəni, mühüm rol daşıyır. Maddi vəziyyət olmayanda yəni, iki nəfər arasında stres olur. Yəni, maddi vəziyyət olmalı ki, gələcəkdə ailə həyatı qurmaq üçün, nəsə ev almaq üçün o şeylərə önəmlidir. Əsas da yəni, sevgidə güvəndir, hörmətdir. Bunlar varsa bəlkə maddiyyatın üstündən gəlmək olar, amma maddiyyat da böyük mühüm rol oynayır. Nəsə boş verin, bu suallara girməyək məncə.